Mirzə Fətəli Axundov Hekayəti Müsyo Jordan, Həkimi Nəbatat və Dərviş Məstəli Şah Cadügünü məşhur. Yəni, təmsili güzarişi əcib ki, keyfiyyəti 4 məclisdə bəyan olub, itmamə yetir. Əfradi əhli məcalis Müsyo Jordan, Həkimi Nəbatat, Parijli, 40 yaşında. Hatəmxan ağa, Təklə Muğanlı obasının bəyi, Qarabağlı, 65 yaşında. Şərəfnisə xanım, onun böyük qızı, 16 yaşında. Gülçöhrə, onun kiçik qızı, 9 yaşında. Şəhrəbanu xanım, onun arvadı, 45 yaşında. Şahbaz bəy, onun qardaş oğlu, böyük qızının nişanlısı, 22 yaşında. Xampəri, Şərəfnisə xanımın dayəsi, 40 yaşında. Dərviş Məstəli Şah, Cadükünü məşhur, İranlı, 50 yaşında. Qulam Əli, onun şəhirdi, İranlı, 30 yaşında. Birinci məclis Əvvəlimci məclis Qarabağ vilayətində 1263-cü ildə, yazın əvvəlində, Novruz bayramından bir gün keçmiş Təklə Muğanlının qışlağında vaqe olur. Şərəfnisə xanım ikinci damda ahəstə ağlaya-ağlaya yun darıyır. Kiçik bacısı Gülçöhrə yanında oynayır. Gülçöhrə, ağa bacı, niyə ağlayırsan? Şərəfnisə xanım, onun əlini tutub o yanı itələyir. İtil cəhənnəmə. Gülçöhrə, iştəngilik başlayıb, yenə onun tərəfinə əlini uzadır. Ağa bacı, sən Allah, niyə ağlayırsan? Şərəfnisə xanım, yenə onun əlini rədd edib, itil cəhənnəmə deyirəm. Əlimdə işim var, qoy işimi tutum. Gülçöhrə, yenə haman qərarı ilə. Sən ki iş tutmursan, ancaq ağlayırsan. De görüm, niyə ağlayırsan? Deməzsən, gedərəm anamı çağırıram. De görüm, niyə ağlayırsan? Çarqatın başından dartır. Şərəfnisə xanım, darılmış onu bərk itələyib, itil cəhənnəmə, ləkdə, əl çəkməz, qoymaz işi tutum. Gülçöhrə yıxılıb, durub ağlaya-ağlaya anası olan dama gedir. Şərəfnisə xanım, yalqız. Ah, ləkdə, gedib anama xəbər verəcək. Allah, gəlib soruşsa ki, niyə ağlayırsan, nə deyəcəm? Heç vaxt deyə bilmənəm ki, nədən ötürü ağlayırdım. Yaxşısı budur ki, danaram. Deyərəm ki, heç ağlamırdım. Yaylığı ilə bərk-bərk gözünü silir. Bu halda qapı açılır. Şəhrəbanu xanım içəri girir. Şəhrəbanu xanım, Ağız, bu uşağı niyə itələyib yıxmısan? Şərəfnisə xanım, uşağı yerə girsin. Dinc oturur məgər? Səhərdən bəri qoymayıb ki, 2 cəngə yun darıyım. Elə iştəngilik edir. Gah yunu qapıb, gah çarqatımı dartıb. Axırda mən də cana doydum. Bir tikə itələdim o yana, ağlaya-ağlaya qaçıb üstünə gedib. Qanqan olmadı ki. Gülçöhrə, ana, vallah yalan deyir. Heç yun daramırdı, elə ağlayırdı. Mən deyirdim ki, ağlama, məni itələdi, yıxdı. Arxam üstə yerə dəydim. Gözünü oxalaya-oxalaya ağlayır. Şəhrəbanu xanım, Şərəfnisə, ağlamaq nədir? Sənə nə gəlib də ağlayırsan? Allaha şükür, atan sağ, anan sağ, gözəl göyçək adaqlın gözün qabağında, yeməyin bol, geyməyin bol. Dəxi niyə ağlayırsan? Şərəfnisə xanım, vallah, ana, ağlamırdım. Gülçöhrədən bir çimdik götürdü. Ay yerə girmiş, mən haçın ağlayırdım. Gülçöhrə təzdən lələvay başlayır, sonra yenə. Şərəfnisə xanım, ana, vallah ağlamırdım. Allaha şükür, atam sağ, anam sağ, dəxi nə var ki, ağlayım? Şəhrəbanu xanım, gülə-gülə. Niyə demirsən ki, adaqlım da gözümün qabağında? Şərəfnisə xanım, adaqlım kimdir? Şəhrəbanu xanım, necə adaqlım kimdir? Bəs əmin oğlu Şahbaz bəy kimin adaqlısıdır? Atan 20 gündən sonra Allah qoysa sizə bir toy eləyəcək ki, tərifi tamam Qarabağda söylənəcək. İsrağa gün aşnası Zərdablı Qurban bəyə kağız yazırdı ki, Şamaxı zəngilərinin vədəsini alsın, toya göndərsin.
Şərəfnisə xanım. Şəhadət barmağı ilə baş barmağının arasında alt dodağını dartıb, başını yuxarı qoyur. Bıy, anam nələr söylüyor? Şahbaz bəy 10 gündən sonra çıxıb gedir. Bilmirəm atam kimə toy tədarükü görür. Şəhrəbanı xanım təəccüblə. Şahbaz gedir? Hara gedir? Şahbaz kimdən gedir? Nə danışırsan? Allahı sevərsən, öz yanından zad quraltma. İndi bildim ki, doğrudan ağlayırmışsan. Gerçəkdən ki, qız uşağının ağlı olmaz imiş. Gözünün yaşı əlində olurmuş. De görüm sənə kim dedi ki, Şahbaz gedir? Şərəfnisə xanım. Başını aşağı salmış. Özü. Şəhrəbanı xanım. Yaxşı, hara gedir? Şərəfnisə xanım. Nə bilim, Firəngəmi, Parijəmi, adı batsın, dilim də yovuşmur. Şəhrəbanı xanım. Yaxşı, Şahbaz kimlə Parijə gedir? Şərəfnisə xanım. Qonağımız Müsyo Jordan ilə. Şəhrəbanı xanım. O bizim çör-çöp döşürən Firəng ilə. Nədən ötürü? Firəngdə onun nə alıb verəcəyi var? Parijdə onun nə etazıbdır? Şərəfnisə xanım. Nə bilim, cahıl uşaqdır. Müsyo Jordan beyninə salıb ki, Parijdə qızlar, gəlinlər, məclislərdə, yığıncaqlarda üz açıq oturub dururlar. Nə bilim, başqa zadlar da çox deyibdi. İndi o da dəli divanə olub ki, gərək gedən bir Pariji görüm. Əvvəl əmimdən rüsxət istəyəcəm, qoymasa gecə atımı minib, Arazı otaya keçib, Müsyo Jordan ilə görüşüb, onunla bərabər gedib, Pariji görüb seyr edəcəm. Şəhrəbanı xanım. Toxuduğu corabı yerə tullayıb, kiçik qızına üzünü tutub, A qız, Gülçöhrə, get Şahbazı o biri damdan bura çağır görüm. Bu necə sözdür? Gülçöhrə qaçır. Şəhrəbanı xanım. Dedim, kişi, Hətəmxan ağa, bu uşaqların toyun tez ilə qutar. Şahbazdan mən qorxuram. Gündə min xəyala düşür. Qulaq asmadı, o sallıq elədi. Axırda belə oldu. Bu halda qapı açılır. Şahbaz bəy içəri girir. Şahbaz bəy. Əmi dostu, nə var, xeyr ola? Şəhrəbanı xanım, qaşqabağını tökmüş. Şahbaz, eşidirəm ki, Firəngə, Parijə gedirsən. Bu necə sözdür? Şahbaz bəy. Gülümsənmiş. Gedəndə nə olar, əmi dostu? Gedərəm də, qaydaram da. Şərəfnisəyə Firəng qızları başlarına örtən təsəklərdən alıb sovqat gətirirəm də. Şərəfnisə xanım. Firəng qızları başlarına örtən təsəklər mənə lazım deyil. Al, Parijdə onların başına ört ki, Qarabağdan onların havasına yellənib uçursan. Şəhrəbanı xanım. Yaxşı deyir. Aldığın təsəkləri ört Firəng qızlarının başlarına. Şərəfnisəyə lazım deyil. Hələ də görüm, sən öz başınasan, ya sənin atan yerində bir böyüyün var? Şahbaz bəy. Əlbəttə, əmimdən izin almamış ki, gedə bilmənəm. Müsyo Jordan özü ondan rüsxətimi alacaqdı. Şəhrəbanı xanım, acıqlı. Çox yaxşı, sən azıbsan. Yolundan izindən çıxıbsan. Get. Mən bu saatda Hətəmxan ağanı çağırıram. Görüm Müsyo Jordan nəçidir ki, onun qardaşı oğlunu tovlaşdırıb Parijə aparır. Vallah ona bir tov tutaram ki, gəldiyi yolda azar. Özü də Pariji unudar. Çox yaxşı, sən get. Mən bu saat Hətəmxan ağanı çağırıram. Görüm ki, sənin 20 gün toyuna qalıb, sən necə Parijə gedirsən? Şahbaz bəy. Necə 20 gün mənim toyuma qalıb? Mən hələ uşağam. Mən öz xahişimə bu tezliklə evlənməyəcəm. Toy etməyəcəm. Məgər güc ola. Şəhrəbanı xanım çığıra-çığıra. Bəli, güc olacaq. Əlbəttə, hələ 2 il bundan irəli gərək sənə toy olaydı. Əgər Şərəfnisə çox uşaq olmasaydı. Sənin kimi cahıl uşaqlar subay qalmaqdan tamam yaman yollara düşər. Uğurluğa, quldurluğa qurşanar. Şahbaz bəy. Adam azlığından, susuzluğundan uğurluğa, quldurluğa qurşanır. Mənim Allah şükür nəyim əskikdir? Şəhrəbanı xanım, rişxəndi ilə. Bəs hansı dilənçilər görəsən quldur oldular, yollar kəsdilər? Allahı sevirsən, ağlına zor vermə. Sən lap azışıbsan, ged işinə. Şahbaz bəy başını aşağı salıb gedir. Şəhrəbanı xanım. Hətəmxan ağa və Şəhrəbanı xanım ölmüş imişlər ki, bir Firəngi Şahbazı tovlaşdırıb Parijə apara. A qız, Şərəfnisə, yadımdan çıxdı.
De görüm ki, Şahbazı o çörçöp döşürən nə sözlərlə tovlaşdırıb Parij aparır? Şərəfnisə xanım. Nə bilim, deyibdi ki, Parijdə tamam göyçək qızlar, gəlinlər, məclislərdə, yığıncaqlarda üz açıq oturub dururlar. Şəhrəbanu xanım. Başqa nə sözü deyibdi? Şərəfnisə xanım. Nə bilim, deyibdi ki, qızlar ilə gəlinlər, oğlanlar bir yerdə oynayır, danışır, gülür. Şəhrəbanu xanım, darılmış. Başqa nə sözlər deyib? Bu elə əvvəlki sözdür. Şərəfnisə xanım. Başqa söz çox dedi. O birləri yadımda qalmadı. Elə bir bu yadımda qaldı. Mən nə bilim? Şəhrəbanu xanım. Acıqlanmış. Allahu Əkbər. Ağız, axı mən necə Hatəmxan ağaya deyim ki, qardaşın oğlu Şahbaz bəy Qarabağda oturduğu yerdə Parij qızlarına ayağı yanıb, Müsyo Jordana qoşulub gedir. 16 yaşında qızın Şərəfnisə xanım buradan ora Parijin qızlarının, gəlinlərinin xainlığını çəkib, hələ nə gedən var, nə gələn, gözünün yaşı sel kimi axıdıb, yas qurub. Şərəfnisə xanım yerindən qalxıb. Bıy, Allah torpaq başıma, arvad nələr danışır. Ayağımın altından yer qaçdı, durub qaçım. Tez damdan çıxır, gedir. Şəhrəbanu xanım, üzün kiçik qızına tutub. Gülçöhrə, get atan damın dalısında çobanlarla danışır. De ki, tez bir bura gəlsin, vacib iş var. Gülçöhrə qaçır. Şəhrəbanu xanım, öz-özünə. Bu firənglər necə naşükür xalq olunmuşlar. Heç yaxşılıq bilməzmişlər. Mən ağılsız, yenə tarının hər günü nahara, Müsyo Jordana qaymaq gərək, yağ gərək, axşama plov gərək, bozartma gərək ki, gedib öz ölkəsində deməsin ki, Qarabağ elatının arvadları mərifətsiz olurlar. Qonağa hörmət eləmək bilmirlər. Digəl, bundan sonra xalqa yaxşılıq elə. Tamam yaxşılığın bada çıxdı getdi. Bu halda qapı açılır. Hatəmxan ağa içəri girir. Xeyr ola arvad, nə var tələsik məni çağırıbsan? Şəhrəbanu xanım, qaşqabaqlı. Nə olacaq? Gəl gör çörçöp döşürən, içdirib, yedirib bəslədiyin qonağın, deyirlər, qardaşın oğlunu azdırıb özü ilə Parij aparır. Hatəmxan ağa, necə? Müsyo Jordan Şahbazı Parij aparır? Kim deyir? Şəhrəbanu xanım, mən deyirəm. Şahbaz özü Şərəfnisəyə deyib. Hatəmxan ağa, qəhqəhəyi qeyri-təbii ilə. Xaxa, Şahbaz bilir ki, sənin qızının ürəyi kövrəkdir, ona sataşıb. Yəqin ki, Şərəfnisə də bu sözlərdən dərd eləyir. Analı qızlı, 2 pulluq ağlınız yoxdur. Hər boş sözdən ötürü yerdən olursunuz. Şəhrəbanu xanım, çığıra-çığıra. Sən elə hər zadı boş tutursan. Cahıl uşaqdır. Bəlkə o firəngi bir para sözlər deyib ağlını oğurlayıbdı. Kişisən, qan olmaz ki, hər ikisini bir çağırıb soruşasan ki, bu nə işdir, nə sözdür. Hatəmxan ağa, çox yaxşı arvad, Allahı sevirsən, çığırma. Elə indi bu saatda çağırıb öz yanında soruşaram, hövsələn daralmasın. Pərdə salınır. İkinci məclis. İkinci məclis haman gündə əvvəlinci damda vaqe olur. Dam, kilim, gəbə ilə pakizə fərş olub, bir tərəfdə un çuvalları düzülüb, bir tərəfdə yağ dəriləri, yun məfrəşləri qoyulub. Hatəmxan ağa oturub damın yuxarısında fərş üstə. Arvadı Şəhrəbanu xanım ərinin sağ böyründə, çənəsini yaşmayıb ağ örpək başında, həllacı Samit əyləşibdi. Hatəmxan ağanın müqabilində qardaşoğlu Şahbaz bəy oturub. Xəncərinin dəstəsinə söykənmiş, müntəzirdir, görsün ki, əmsi nə danışacaq. Yun məfrəşlərin birisinin üstünə bir xalça salınıb. Şahbaz bəyin sol tərəfində qoyulub. Üstündə Müsyo Jordan firəngi libasında, qıçın-qıçı üstə aşırıb, başı açıq, əlində barmaq uzunluğunda və yoğunluğunda bükülmüş və lülələnmiş tənbəki yarpaqlarını yandırıb çəkir. Hatəmxan ağanın böyük qızı Şərəfnisə xanım bunlardan əvvəl xəlvətcə gəlib, yük qabağında asılan kilim gərdəyin dalısına girib pusur ki, görsün nə danışacaqlar. Bu halda Hatəmxan ağa üzün Müsyo Jordana tutub xitab edir.
Hatəmxan ağa. Həkim sahib, eşidirəm ki, bizim Şahbazı Firəngistana aparırsan. Bu necə sözdür? Müsyo Jordan. Bəli, Hatəmxan ağa. Bu sözü mən özüm sizə deyəcəkdim. Çünki heyfdir Şahbaz bəy kimi cavan və zirək və sahib savad olan oğlan Firəng dilini bilməyə. Mən təəhhüd edirəm ki, onu Parijə aparıb Firəng dilini ona öyrədib yola salam. Çünki Firəng dilinə çox şövqü var, tez öyrənər. İndi də mənim ilə durub oturmaqdan bir para kəlimat-ı hifz edibdi. Hatəmxan ağa, üzün Şahbaz bəyə tutub. Şahbaz, doğrudur ki, Parijə getmək istəyirsən? Şahbaz bəy, bəli əmi, əgər sizin rüsxətiniz olsa, Müsyo Jordan ilə gedərəm. Yenə sonra özüm qayıdaram, gələrəm. Hatəmxan ağa, nədən ötürü balam? Şahbaz bəy, Firəng dilini öyrənməyə əmi. Hatəmxan ağa, Firəng dili nəyinə lazımdır əzizim? Sənə lazım olan ərəb, fars, türki, rus dilləridir ki, Allaha şükür dövlət-i aliyəmizin şəfqətindən açılan mədrəsələrdə hamısını oxuyub öyrənibsən. Şahbaz bəy, əmi, Firəng dili mənə çox lazımdır. Bildir ki, Tiflisə məni arx çıxartmaq üçün izin almağa göndərmişdiniz. Allahverdi bəyin oğlu Tarıverdi bəy Varşavada Firəng dilini öyrəndiyi üçün hər məclisdə məndən hörmətli idi. Bavucudu ki, Firəng və türki dilindən başqa özgə dil bilməzdi. Hatəmxan ağa, balam, sən hələ uşaqsan, bu zadlar tamam boşdur. İnsana ağıl lazımdır. Bir dil artıq bilmək ilə ağıl artmaz. Adam gərək hər dili ilə olsa, fil cümlə fəhim və zəmanə əhlinin adət və xəvvasından müttəli olsun, öz işin yola aparmasın. Şahbaz bəy, zamanə əhlinin birisi də Paris xalqıdır. Sizin sözünüzə görə onların adət və xəvvasından xəbərdar olmaq lazım gəlir. Hatəmxan ağa, nə eybi var? Onların adət və xəvvasını bilgilən, əgər istəyirsən. Şahbaz bəy, bu surətdə əgər Parijə getməsəm, oranın əhlinin adət və xəvvasına necə müttəli ola bilərəm? Hatəmxan ağa, çox asan, necə ki mən onları bilirəm. Ancaq Müsyo Jordanı görmək ilə və sözlərinə qulaq asmaq ilə. Əgər ki Qarabağdan başqa bir özgə yer görməmişəm. Şahbaz bəy, əmi, qanmıram ki siz necə Parij əhlinin adət və xəvvasından xəbərdarsınız. Hatəmxan ağa, bu saatda mən sizə qandırım balam. Mənə yəqin hasil olubdur ki, bizdə hər adət və xasiyyət var isə, əksi Parij əhlindədir. Məsələn, biz əlimizə həna qoyarıq, Firənglər qoymazlar. Biz başımızı qırxarıq, onlar başlarına tük qoyarlar. Biz papaqla oturarıq, onlar baş açıq oturarlar. Biz başmaq geyərik, onlar çəkmə geyərlər. Biz əlimiz ilə xörək yeyərik, onlar qaşıq ilə yeyərlər. Biz aşkara peşkək alarıq, onlar gizlin alarlar. Biz hər zada inanırıq, onlar heç zada inanmazlar. Bizim arvadlarımız gödək libas geyər, onların arvadları uzun libas. Bizdə çox arvad almaq adətdir, Parijdə çox ər almaq. Şahbaz bəy, əmi, bunu başa düşmədim. Hatəmxan ağa, niyə başa düşmədim balam? Çox arvad almaq ibarətdir ondan ki, bir kişi bir arvada iktifa etməsin. Və çox ər almaq da ibarətdir ondan ki, bir arvad bir kişiyə iktifa etməsin. Əvvəlki adət bizdədir, sonraki Parijdə. O kitablara görə ki, Müsyo Jordan bu uzun qış onların məzmununu müttəsil bizə hekayət edibdir. Dəxi hamı zadı bu qərar ilə fərz ilə, bir fayda Parijə getmək niyyətindən düş. Müsyo Jordan, rişxənd ilə. Hatəmxan ağa, təəccüb edirəm ki, sizin kimi qəvaid-i məntiqiyyədən müttəli, əqilli və fərasətli, mərdi, kühənsal bu zamana qədər məşvərət xanaların birisində ərkan-ı məşvərət silkinə daxil olmayıbsınız. Əgərçi mən siz təqrir etdiyiniz qaydaya bir bəhs varid edə bilmənəm. Lakin istərdim ki, mən də bir neçə kəlmə ərz edəydim, əgər rüsxətiniz olsa. Hatəmxan ağa, buyurun həkim sahib, sizin hər sözünüz bizə xoşdur. Müsyo Jordan, vüqar ilə. Hatəmxan ağa, mənim qəsdim bu idi ki,
Şahbaz bəyi Parisə aparıb, əvvələn özüm onun tərbiyəsində mütəvəccih olub, Firəng dilini və ülümünü və qədri məqdur ona təlim edib, saniyən onu kralımıza tanıdıb, burada mənim haqqımda zahir etdiyiniz yaxşılıqların və zəhmətlərin əvəzində kraldan ona bir bəxşiş alıb geri qaytarım. Çünki mən kralın məxsus və təhti himayətində olan Darül Elmin hükəma və üləmasından və o əlahəzrətin müqərrəbi və mötəməddiyəm, amma çün sizin təqriratınızdan müşəxəs oldu ki, siz səfərində fəvaidinə münkirsiz. Ona binaən mənə lazım olur ki, səfərin fəvaidini müvafiq vaqe məsəl ilə sizə isbat edim. Əgər, məsələn, mən Qarabağa gəlməsəydim, əlini uzadıb cibindən bir dəftər çıxarıb açıb içində səliqə ilə düzülmüş bir neçə otları göstərib, əgər mən Qarabağa gəlməsəydim, kim biləcəkdi ki, Qarabağın yaylaqlarında bu otlar mövcuddur? Bundan əvvəl bizim Əttiba və hükəmalarımız, cənab Linney və Turnefor və Bertram belə güman etmişlər ki, bu nəbatat ancaq Alp dağlarında və Amerikada, Afrikada və Şveysariya dağlarında mövcud olur. Amma indi mən bura gəlmək səbəbilə Parisin Darül Elminə isbat edəcəm ki, məzkur hükəmalar bilkülliyə səhv ediblər. Bu nəbatat Qarabağın dağlarında kəsrətlə mövcuddur və bu nəbatatın mahiyyətini, təhqiq və xəvvasını təcrübə ilə müşəxəs edib, o xüsusda Əttibanın istehzarı üçün təsnifi cədid aləmdə məşhur edəcəm. Məsələn, bu ot ki görürsüz, əli ilə bir kiyaha işarət edib. Latınca bunun adı agantusdur ki, mənim təcrübəmə görə qarın ağrısına çox faydası var. Cənab Linney bunu fərz edir 3-cü dərəcədə və cənab Turnefor onu fərz edir 4-cü dərəcədə. Amma mən onu 2-ci dərəcədə fərz edəcəm. Və bu otun adı latınca Serastrum alpinumdur ki, göz ağrısına nəhayət mənfəəti var. Cənab Linney bunu fərz edir 7-ci dərəcədə və cənab Turnefor onu fərz edir 6-cı dərəcədə. Amma mən onu fərz edəcəm 10-cu dərəcədə. Və bu otun adı latınca Gamlina africanadır ki, diş ağrısının əlacı münhəsirdir buna. Cənab Linney bunu fərz edir 5-ci dərəcədə və cənab Turnefor onu fərz edir 3-cü dərəcədə. Amma mən onu 8-ci dərəcədə fərz edəcəm. Bu otun adı latınca Gombretumdur ki, bu zamana qədər Avropada hər giz məşhur deyildi, ancaq onu Amerika nəbatatından bilirdilər. İndi mən çox sevinirəm ki, onu Qarabağın dağlarında tapmışam ki, soyuq dəymək üçün nəhayətdə nafidir. Cənab Linney onu 6-cı dərəcədə fərz edir. Cənab Turnefor 5-ci dərəcədə fərz edir. Amma mən onu 4-cü dərəcədə fərz edəcəm. Və hamı tapdığım nəbatatın və ələfiyyatın mahiyyətini və xasiyyətini bu qərar ilə yazıb alimə bildirəcəm. Və mənim ismi rəsmin bu cəhətdən cənab Linneyin hamisi Georg Clifford'un ismi rəsmindən ərfə və əccəl və ülum üçün göstərdiyim xidmət Germaniyanın məcməyi üləması kartoflazarını axtarıb tapdıqları cəhət ilə vətənlərinə göstərdikləri xidmətdən əla və əfsəl olacaqdır. Hatəm xanağa. Həkim sahib, vallah başa düşmədim ki, nə danışdınız. Clifford kimdir, Linney kimdir, Turnefor kimdir? Niyə onlar zəhmət çəkib otlara dərəcə qərar veriblər? Germani nədir, kartofl nədir? O niyə azarlamışdı? Nə böyük şəxsdir ki, vətən bu mərtəbədə onun etiqadi məzacına və tüylü ömrünə talibdir. Bir qədər sükut olunur. Müsyo Jordan gülür, sonra yenə Hatəm xanağa. Yoxsa həkim sahib, bizim Şahbazı da aparıb belə tapmacalardan öyrədəcəksiniz. Müsyo Jordan. Hatəm xanağa, bağışlayın, doğru buyurursuz. İndi bildim ki, sizə nə qisim gərək misal gətirmək. Məsələn, bir ay bundan əvvəl Qarabağın əlyetməz dölündən Köhlən at altında gəlib sizə qonaq olan xoşbəxt adam ki, adı yadımdan çıxıbdı, əgər Qarabağa gəlməyəydi, bu qədər dövləti hardan ələ salardı?
Hatəmxan ağa. Həkim sahib, bax, bu söz necə aşkardır. Doğru buyurursuz. Əgər o Qarabağa gəlməsəydi, heç vaxt dövlətə çatmazdı. Şahbaz bəy. Başına dönüm, əmican. Rüsxət verin, Müsyo Jordan ilə gedim. Əgər mənim xoşbəxt olmağını istəyirsiniz, heç vaxt belə fürsət əli düşməz. Necə ki, səfərin faydasını hər ikiniz də iqrar etdiniz. Hatəmxan ağa, biraz fikir edib. Həkim sahib, nə müddətə Şahbaz Parisə gedib qayıda bilər? Müsyo Jordan. 1 il çəkər gedib gəlməyi, ziyadə çəkməz. 1 ildən az qalsa, getməyindən mənzur olan fayda bilkülliyə hüsula gəlməz. Çünki ümdəsi firəng dilini öyrənməkdir. Hatəmxan ağa, üzün arvadına tutub. Arvad, dəxi neyniyək, qoy getsin. Papağın çevirərsən, il gələr keçər. Uşaqdır, könlü istəyir getsin. Parisi görsün. Həkim sahib də bir yaxşı adamdır. Onun hüzurunda bir para mərfət kəsb edər. Yaxşı yamanı görər. Kraldan bəxşeyin alar. İl başında Qarabağda hazır olar. O vaxta dək biz də onun toy tədarükünə məşğul olarıq. Gələn kimi toyun başlarıq. Şəhrabanu xanım, yerindən qalxıb çığıra-çığıra. Kişi, nə danışırsan? Sənin fikrin hardadır? İstəmirəm onun Parisə getməyin də, mərfət kəsb etməyin də, firəng kralından bəxşeyiş almağında. Bu sözlər tamam bəhanədir. Şahbaz istəyir getsin Parisə, məclislərdə, yığıncaqlarda, üzü açıq gəzən qız gəlinlər ilə kef eləsin, danışsın, gülsün, vəssalam. Hatəmxan ağa, təngə gəlib. Ay arvad, bəsdir. Allahı sevirsən, çığırma. Dəxi mən nə eləyim? Bacarırsan, qoyma getsin. Göydə uçan qanatlı quşa eləmək olursa, Şahbazı da güc ilə eləmək olur. Rüxsət verməsəm, atılar minər atına, hoppanar Arazın otayına. Sonra mən onu hardan tapım? Sən onu tanımırsan məgər ki, necə höcətdir? Şəhrabanu xanım, dəxi də bərk çığırıb. Mən ondan da höcətəm. Qoymanam getsin. Əgər Şahbazı Parisə getməyə qoysam, bu ləçək çəngilərin ləçək olsun. Əlini uzadır örpəyinə. Şahbaz bəy, gülə-gülə arxayın. Allahu Əkbər. Əmi dostum, bilmirəm hansı qaravulları ilə məni dustaq edəcəksən. Şəhrabanu xanım, çığıra-çığıra. Görərsən, sən də öz bildiyindən, mən də öz bildiyimdən. Qalxıb damdan çıxır. Hatəmxan ağa, arvadların işi xətadır. Müsyo Jordan təəccüb edir və Şahbaz bəy qeyzlə samit qalır. Pərdə salınır. 3-cü məclis. 3-cü məclis yenə orada vaqe olur. Damın bir tərəfində Şəhrabanu xanım oturubdu. Bir tərəfdə Şərəfnisə xanım yun darıyır. Bu halda birdən qapı açılır. Şərəfnisə xanımın dayəsi Xampəri içəri girir. Xampəri, salam əleyk. Şəhrabanu xanım. Əleykəssalam, Xampəri. Bilirsən, iş necə keçdi? Şərəfnisə xanım qulaq asır. İş belə keçdi ki, Şahbaz gedir Parisə. İndi səni ondan ötürü çağırdım ki, əgər bir əlacın var isə ilə. Hatəmxan ağa, özün bilirsən ki, bir xamırağız kişidir. Əvvəldən yaxşı danışdı, amma sonra birdən boşaldı. Müsyo Jordan və Şahbazın bir para ağılsız sözlərindən yerdən oldu. Amma mən ya gərək öləm, ya Şahbazı qoymayam getməyə. Doğrusu, Şərəfnisəni gözü yaşlı görə bilmənəm. Allah götürərmi Şahbaz getsin, Parisdə kef etsin, 15 yaşında gül üzlü uşağım ah çəksin, qan tüpürsün, saralıb sapa dönsün, incəlib ipə dönsün. Xampəri. Xanım, əlac odur ki, bayaq sənə deyirdim. Nə lazımdır ki, Hatəmxan ağadan və ya özgəsindən minnət çəkəsən? Göndər qonşuluqdan, Ağcabədi kəndindən, Qızılbaşdan gələn dərviş məstəli şahı gətirib necə ki, sənin muradındır, bu işi elə düzəltsin. Onun cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə bu saatda məni qocamdan boşadar. Şəhrabanu xanım. Xampəri, mən də onun cadusunun gücünü eşitmişəm. Amma yenə biraz səksəkəliyəm. O etdiyi işlərdən heç bilirsənmi? De görüm, ürəyim dürüst qızasıdırmı? Çünki bu iş çox çətin işdir.
Xampəri. Xanım, Ağcabədili Kərim Koxanın arvadı Səlminazı o boşatdırıb oynaşına verdirmədimi? Muğanlı Səfərəli kişinin qızını sevgilisinə qovuşturmadımı? Dədəsini ki, qızı verməyə razı olmurdu, cadu ilə öldürmədimi? Cavadlı Kərbəlayı Qəmbər qızı Şahsənəmin ərini bir illik yoldan başqa arvad almasın deyə qaytarıb gətirmədimi? Onun əlindən hissat qurtarmaz. Şəhrəbanu xanım. Gözüm Xampəri. Bəs tez oğlun Əlmərdanı bu saatda göndər. Məstəli şahı Ağcabədi kəndindən alıb gətirsin. Desin xanım çağırır. Hər nə istəsə vədə eləsin. Xülasə, axşam çıraq yanan vaxtda gərək Məstəli şah bizim evdə hazır olsun. Xampəri. Baş üstə xanım, bu saatda göndərirəm. Amma gərək Məstəli şah Hatəmxan ağadan, Şahbaz bəydən xəlvət bura gəlsin. Allah eləməmiş, əgər Şahbaz onu burada görsə, onu da öldürər, məni də sağ qoymaz. Şəhrəbanu xanım. Əlbəttə, mən indi bu saatda çıxaram. Hatəmxan ağanı da, Şahbaz bəyi də İlxəyə baxmağa göndərirəm və tapşırıram ki, gələndən sonra Şərəfnisənin evində yıxılsınlar, yatsınlar. Ki, gecə bu damda su qızdırıb Şərəfnisənin başını yuyub çimdirəcəm. Sən dur get, dərvişin dalınca oğlunu göndər. Hər ikisi gedir. Sonra Şərəfnisə xanım yalqız ayaq üstə. Şərəfnisə xanım. Uy Allah, kərəminə şükür. Biraz ürəyim dincəldi. Yox olsun o ölkə ki, onda cadu, piti olmaya. Əgər məməm deyən dərviş olmasaydı, şəksiz Müsyo Jordan Şahbazı aparacaqdı. Günümü göyəskiyə döyəcəkdi. Bu halda qapı açılır. Şahbaz bəy içəri girir. Şahbaz bəy. Şərəfnisə, qadan alım. Bilirsən ki, əmi dostum bugün nə tufan elədi. Müsyo Jordanın yanında əmmin üstünə çırçığır çağırdı, məni də hədələdi. Şərəfnisə xanım. Şübhəsiz, heç özün etdiyindən xəbərin yoxdur. Əmi dostunun çığırmağı gözünə görünür. Şahbaz bəy. Qadan alım Şərəfnisə. Mən özüm nə eləmişəm? Şərəfnisə xanım. Tez yeriyib, əlini uzadıb, hanasının dalısından bir neçə yarım səhifə kağız çıxardıb açır. Şahbaz, bu şəkilləri bəs mənə kim gətirdi? Bunları sən gətirib demədinmi ki, Paris qızlarının, gəlinlərinin şəkilləridir? Gör Parisdə necə gözəl qızlar var. Bu qızlar gəlinlər tamam üzləri açıq məclislərdə, yığıncaqlarda oğlanlarla bir yerdə oturub dururlar. Hələ mən bu şəkilləri utandığımdan əmi dostuna göstərməmişəm. Şahbaz bəy. Bıy, Şərəfnisə, necə uşaq-uşaq danışırsan? Bu şəkillər Müsyo Jordanın kitablarının içində idi. Müsyo Jordan kitablarını açıb baxanda gözü bunlara sataşdı. Çıxartdı mənə verdi. Apar adaxlına göstər və dedi ki, bu il Parijin qızları və gəlinləri belə paltar geyirlər. Keçən il ayrı tövr paltarları var idi. Gələn il bir özgə qayda ilə paltar geyəcəklər. Hər il Parijdə libas geymək sayığı dəyişilir. Mən də gətirdim sənə verdim. Bundan gələsi nə var? Şərəfnisə xanım. Bundan gələsi o var ki, sən bu qızların havasına yellənib uçursan. İstəyirsən Parijə gedəsən. Şahbaz bəy. Şərəfnisə, bu nə sözdür deyirsən? Tamam Parijin qızları qurban olsun sənin bir tükünə. Mənim ki sənin tək gözəl yarım var. Behişt huriləri gözümə görükməz. Sənsiz mənim bir günüm olmasın. Şərəfnisə xanım. Bəsdir Allahı sevirsən. Bu bazıları bizə az gəl. Sənsiz bir günüm olmasın deyən oğlan buradan Parijə getməz. Sən məni heç sevmirsən. Şahbaz bəy. Uzanıb onun boynundan qucaqlayıb öpür. Şərəfnisə, doğrudan sən məndən belə bədgüman olubmuşsan? Mənim ürəyimə bir ox vursaydın, yaxşı idi ki, bu sözü üzümə dedin. Axır bir soruş gör ki, Parijə nə səbəbə gedirəm? Şərəfnisə xanım. Ağlaya-ağlaya Şahbaz bəyin əlin boynundan qopardır. Nə işim var soruşum, səbəbin özüm çox yaxşı bilirəm. Səbəbi bunlardır. Şəkil kağızların dişin dişinə qısıb əlində bərk-bərk övkələyir. Salır ayaq altına. Şahbaz bəy. Vallah yox,
Səbəbi onlar deyil, sən bilmirsən. Mənim taytuşlarım tamam mərifət sahibi olub, qulluq edib, hörmət-izzət tapıb, xoşbəxt olublar. Mən qalmışam elə bu qamışlıqda adsız, sansız. Şərəfnisə xanım. Əvvələn, bu yalandır ki, deyirsən, kim bizlərdən mərifət ilə, qulluq ilə xoşbəxt olub. Bu gördüyünüz xoşbəxtlər tamam özgə yol ilə bəxtə yetişiblər. İkinci, əgər qulluq etmək istəyirsən, get Tiflisə, orada qulluq elə. Birazdan sonra əgər istəyirsən, get başqa şəhərlərə ki, əl çatsın, ün çatsın. Parijə bizlərdən nə gedən var, nə gələn var. Şahbaz bəy. Doğru deyirsən, amma adamın hər işdə gərək vasitəsi olsun. Tiflisdə və o biri şəhərlərdə məni tanıyan yoxdur. Mənə kim vasitə olub məni qulluğa qoyduracaq və hörmət tapdıracaq? Amma bu firəngi bir yaxşı adamdır. Məni də sevir, ocağımızı tanıyır. Bu məni Parijə aparıb firəng dilinə öyrətməkdən və krala tanıtmaqdan məşhur olam. Qaydandan sonra hər yerdə yerim olar. Şərəfnisə xanım. Bu sözlər tamam fənni feildir. Məni aldatmaq üçün bəhanədir. Nə sözdür ki, sənin kimi cavan kamallı oğlan Tiflisdə qulluq tapmaz? Şahbaz bəy. Parijdən qaydandan sonra yenə gedib Tiflisdə qulluq edəcəm. Şərəfnisə xanım. Ayağı ilə şəkil kağızlarını itələyib. Parijdə sənin kimi oğlan bu poşaların əlindən sağ qurtara bilərmi ki, qayıdıb gələndən sonra adam kimi durub otura? Heç vaxt sən Parijə gedə bilməzsən. Ha vaxt getsən, öyün. Bu halda Hatəmxan ağa qaim səsi ilə Şahbaz bəy çöldən çağırır. Şahbaz bəy tez damdan çıxıb gedir. Pərdə salınır. 4-cü məclis. 4-cü məclis Hatəmxan ağanın damında vaqe olur. Bir tərəfdə Şəhrəbanu xanım oturub, bir tərəfdə Şərəfnisə xanım, bir tərəfdə onun dayısı Xampəri. Gecədən 2 saat keçib. Şəhrəbanu xanım başını yuxarı qovzuyub, üzün Xampəriyə tutub, darıxmış soruşur. Şəhrəbanu xanım. Xampəri, necə oldu, dərviş gəlmədi? Xampəri. Xanım, tələsmə, bu saat gələr. Birdən qapı açılır. Məstəli şah, cadükünü məşhur, qaşqabağı tökülmüş içəri girir. Məstəli şah. Salam əleyküm. Şəhrəbanu xanım. Başını yuxarı qovzuyur. Əleyküssalam, baba dərviş, xoş gəldin. Gəl otur. Məstəli şah. Oturub. Xanım, mənə nisbət nə qulluğunuz var? Buyurun, canbaşla bitirməyə müzayiqə yoxdur. Şəhrəbanu xanım. Baba dərviş. Bir cüzvi, yüngül işdən ötürü sənə zəhmət vermişəm. Mətləb budur ki, bizim Şahbaz lap yolundan azıb. Bir firəngi qonağımız var. Xəyalındadır ki, ona qoşulub Paris şəhərinə getsin. Mənim bu oturan, gül üzlü uşağımı ki, onun adaxlısıdır, 20 gündən sonra toy başlanacaq, ağlar-sızlar qoysun. Mən və Hatəmxan ağa nə qədər yalvardıq, söylədik, qulaq asmadı. Gərəkdir ki, bir iş edəsən ki, bizim Şahbaz Parisə gedə bilməsin və Müsyo Jordan ondan əl çəksin, aparmasın. Məstəlişə. Xanım, bu cüzvi yüngül iş deyilmiş. Bəlkə çox böyük və çətin iş imiş. Gərəkdir bu işdə mənim cadumun əsəri ya Parisin, ya Müsyo Jordanın başında çatlasın. Şəhrəbanu xanım. Baba dərviş, mən anlamadım. Necə gərək cadunun əsəri ya Parisin, ya Müsyo Jordanın başında çatlasın? Məstəlişə. Xanım, məsələn, əgər Şahbaz bəyə əl vursam, lazım olur ki, onun bədəninə bir cin müsəllət edim ki, bu səfərin xəyalını onun başından çıxartsın. Amma olur ki, bu işdən o qorxsun, ağlına rəxnə yetişsin, ya azarlasın, ya çolaq olsun. Çünki çox uşaqdır, cavandır. Şəhrəbanu xanım. Bıy, Allahı sevirsən, baba dərviş, belə danışma. Bu işlər tamam ondan ötürüdür ki, Şahbaz bir gün gözümüzdən uzaqlaşmasın. Necə olar ki, onun canına cin müsəllət olmağa razı olaq? Məstəlişə. Bu surətdə gərəkdir ki, divlərə, İfritələrə əmr edim ki, Pariji xarab etsinlər, altın üstünə çevirsinlər ki, Şahbaz bəy dəxi ora getmək niyyətindən düşsün. Yəni ki, Mərrix ulduzuna hökm edim ki, Müsyo Jordanın boynunu vursun ki, Şahbaz bəy aparan olmasın. Bu işin bundan başqa heç çarəsi yoxdur.
Şəhrabanu xanım. Bu necə mümkün şeydir, baba dərviş? Belə iş eləmək olarmı? Məstəli şah. Pəh, bu mənim işimdir, xanım. Nə şübhə yeridir? Məgər eşitməmisiniz ki, bir neçə şayətinə əmr etmişəm ki, həmişə şişə qalasında, üsuli və şeyxi mollaların arasında fitnə və fəsad salıb, heç vaxt onları dinc qoymasınlar? Ondan ötürü ki, onlar minbərə çıxıb aşkara xalqa vəz edilmişlər ki, cadügünə və s. inanmayın. Aya, mən deyiləm ki, Gilcan adlı ifritin ruhunu ki, şeytənətdə və məzərrətdə fərdi əsirdir. Ağavəli Əliqulu oğlunun bədəninə müntəqil edib, Salyan xalqının canına müsəllət etmişəm ki, gecə-gündüz onun qorxusundan evlərində rahat yata bilməzlər. Hələ Salyan xalqına az qisas etmişəm. Ondan ötürü ki, onlar bildirməni Salyana qoymayıb qovdular ki, bura Darülmöminindir. Sən dərviş və cadügünsən. Bura ayaq basma. Hansı işlərimi söyləyim? Bu işlər yaxın zamanda etdiyim əməllərin əlamətidir. 11 il bundan irəli Araz qırağına gəlmişdim. İstəyirdim ki, Naxçıvan və Şərur mahallarının qabağından keçib İrəvana gedəydim. Hər iki mahalın xalqı mənə mane oldular ki, səni qoymarıq bu torpağa keçəsən. Ondan ötürü ki, əlində təzkirən yoxdur. Naməlum təzkirəsiz adamlara yol vermək, bu tərəfə keçirmək qanun ilə qadağandır. Bavücudu ki, əlləm-qəlləmlər özləri gecə-gündüz qaçaq mala gedən təzkirəsiz adamları o yana bu yana bələd olub keçirirlərdi. Nə qədər yalvardım, yapışdım, sözümə qulaq asmadılar. Aşağı getdim olmadı, yuxarı getdim olmadı. Axırda lap acığım tutdu. Əcinnələrə, ifritlərə hökm etdim ki, tamam Naxçıvan, Şərur mahallarının damlarını qaldırıb yeri ilə yeksən etdilər. Ki, zərbindən Ağrı dağının bir tərəfi də qopub, tökülüb, Akür kəndini batırdı. Oranın biçarə erməniləri də yaman qonşularının səbəbindən fənaya getdilər. Xülasə, Murova desəm, yerindən qopmazmı? Araza desəm, axma, axarmı? Şəhrabanu xanım, təəccübdən əlin dodağını aparıb. Allah, dərdini əsirgə. Məstəli şah. Xanım, gecə keçir, durmaq vaxtı deyil. İndi siz mənə buyurun görüm, Müsyo Jordan ha vaxt gedəcək? Şəhrabanu xanım. 10 gündən sonra. Məstəli şah. Çox yaxşı. İndi mən bu saatda, xanım, sizin gözünüzün qabağında Parijin heykəlin bərpa edib, burada onu pozacam. Və divlərə və ifritələrə hökm edəcəm ki, haman dəqiqə Parijə yıxsınlar və 10 günə qədər xəbərin Müsyo Jordanı çatdırsınlar ki, Şəhbaz bəyi aparmaq fikrindən düşsün. Yəni ki, bir böyük xoruzu qabağımda tutub adın qoyacam Müsyo Jordan. Bu saatda onun boynunu vurub Mərrix ulduzuna əmr edəcəm ki, bu tövr ilə o da 10 günədək həqiqətdə Müsyo Jordanın boynunu vursun. Ta ki, Şəhbaz bəy ondan xilas olsun. İndi buyurun görüm, cənabınız Parijin xarab olmağını mı istəyirsiniz, ya Müsyo Jordanın boynunu vurulmağını mı? Xampəri, tez əlin yuxarı qovzuyub, çalıb, hər ikisini, baba dərviş, firənglərə yazığımız mı gələcək? Şəhrabanu xanım. Bıy, arvad, sənin ürəyin daşdı. Biçarə Parijlilər bizə nə eləyiblər ki, evlərin, imarətlərin başlarına yıxaq? Min adamın qırılmağına bais olaq. Bu qalmaqala bizi ancaq o çör-çöp döşürən Müsyo Jordan salıbdı. Üzüm Məstəli şaha tutub. Baba dərviş, hər nə bilirsən ona ilə. Burada xoruzun boynun vur. Mərrix ulduzuna hökm et ki, o da Müsyo Jordan Arazdan keçəndən sonra boynun vursun. Şəhbaz yalqız qalsın, yenə butaya keçsin. Qayıtsın, gəlsin. Bir təqsirli adamın ölməyi çox yaxşıdır, min günahsız xalqın qırılmağından. Şərəfnisə xanım. Can ana, elə demə, Müsyo Jordan yazıqdır. Çox yaxşı adamdır. Bu yaylaq hər gün qəribə güllərdən, çiçəklərdən dəstələr bağlayıb, Şəhbaz bəydən mənə göndərirdi ki, apara daxlına ver. Görsün, neçə ildir bu yaylaqları gəzirlər, heç bu gülləri və çiçəkləri görübdürmü və mənə bir güzgü bağışlayıbdı ki, Parijin əcəbiyyat bağında bitən Yengi Dünya güllərinin surəti dalısında çəkilmiş. Məni öz qızı kimi istərdi. Mən özümü öldürürəm, qoymaram Müsyo Jordanın boynu vurulsun. Parij dağılsın, bizə nə? Əgər orada qızlar, gəlinlər üz açıq gəzməsəydilər, Şəhbaz heç vaxt ora getməzdi. Parij yıxılsın,
qız gəlini də qırılsın. Şəhrabanu xanım. Vallah bilmirəm hansına razı olam. Amma dəxi necə eləyək? Şərəfnisə də doğru deyir. Müsöjordan yazıqdır, yaxşı adamdır. Elə bircə bu işdə təqsirlidir ki, Şahbazı yoldan çıxardıb Parijə getməyi beyninə salıb. Məlum ki, Parijdə yaman adamlar var imiş. Qəza bu dərvişi bizə yetirib ki, bunun cadusu ilə oranı yıxdırıb xarab etdirək. Üzün məstəli şahı tutub. Baba dərviş, buyur divlərə, ifritələrə Pariji qaldırıb altın üstünə çevirsinlər. Məstəli şah. Baş üstə xanım. Üzün Xampəriyə tutub. Xampəri xala, çıx çölə. Mənim şagirdim Qulaməliyə de ki, mənim xurcunumu tez atın üstündən alsın, gətirsin, gəlsin. Xampəri tez qalxıb çölə çıxır. Məstəli şah. Xanım, Hatəmxan ağa, Şahbəz bəy indi hardadılar? Şəhrabanu xanım. O biri damda. İlxıdan qayıdıb yatırlar. Məstəli şah. Xanım, bu sirdən gərək olar və ya başqa adam nə indi, nə sonra xəbərdar olmasın, ha? Və illah cadu heç əsər bağışlamaz. Şəhrabanu xanım. Bu cəhətdən xatircəm ol, baba dərviş. Bu halda qapı açılır. Qulaməli. Əlində xurcun Xampəri ilə məclisə daxil olur. Salam əleyküm. Məstəli şah. Əleykəssalam. Xurcunu yerə qoy, ağzının bağını aç. İçində, üstündə əşkəl çəkilmiş taxtaparaları çıxart. Qulaməli. Farsi dili ilə ki, oturan Unas tayfəsi anlamasın. Mixaxi Çebekoni. Nə etmək istəyirsiniz? Məstəli şah. O da farsça. Paris şəhərinin heykəlini qurmaq istəyirəm ki, divlərə və ifritələrə hökm edim. Bu qadının gözü qabağında bu heykəli alt-üst edincə, Paris şəhərində göz qırpınca alt-üst etsinlər. Gözü ilə Şəhrabanu xanımı işarə edir. Qulaməli. Gülümsənmiş. Nə səbəbə? Məstəli şah. 100 dənə təzə bacaqlı səbəbinə ki, indi bu xanımdan bu işdən ötürü alacam. Qulaməli. Gülümsənmiş. Yaxşı, bu xanımın Fransa paytaxtı və xalqı ilə nə düşmənliyi var? Məstəli şah. Bu hekayət çox uzundur. İndi danışmaq yeri deyil. Taxtaparaları xurcundan çıxart. Qulaməli. Bu saat. Amma ağlıma sığmır ki, bu çətin iş düzələ. Bilmirəm, zarafat edirsən ya yox. Göz qırpınca Paris xarab ola nə deməkdir? Məstəli şah. Gülümsənmiş. A kişi, necə yəni nə? Əlam bu böyük xanım bu iş üçün mənə 100 dənə təzə bacaqlı verəcəkdir və 10 gündə cadunun əsər etməsi üçün vaxt var. Bir adam da bu sirri bilmir və bilməyəcək də. Bacaqlıları alandan sonra əl-ayaq açmışam. 10 günə qədər özümü Arazın o tayına sala bilərəmmi? Məni oradan kim tapacaq? Məndən sonra hər nə olur olsun. 10 günə Paris xarab olsa, danışıqsız bacaqlılar həzm-i rəbbədən keçəcəkdir. Sən nə bilirsən, bəlkə o vaxta dək bəzi səbəblərdən Paris xarab ola. Məgər belə qəribə işlər dünyada az törəmişdir? Qulaməli. Taxtaparaları xurcundan çıxarıb gülümsənmiş. Bu axırıncı fəqərəni qətiyyən ağlım qəbul etmir. Xam xəyaldır. Məstəli şah. Gülümsənmiş. Yaxşı, keçmiş fəqərəni ağlın qəbul edirdimi? O da xam xəyal deyildimi? Qulaməli. Gülümsənmiş. Bəli, onda nə şübhə var? Məstəli şah. Yaxşı hisslərimi faydasız suallarla qarışdırma. Atların yanına get gözlə. Mən də 1 saat sonra işimi qutarıb gələrəm, minib qaydarıq. Xampəri durur. Qapını bərk bağlayır, gəlir oturur. Məstəli şah. Öz-özünə fars dili ilə. Bu qadın tayfası nə yazıq və sadəlövdülər. Düşünüb daşınmadan inanırlar ki, mən Qarabağda oturub, Pariji bir anda alt-üst edəcəm və ya mənim mərrixim Arazın o biri tərəfində Müsyo Jordanın boynunu vura bilər. Şəhrabanu xanım. Baba dərviş, nə danışırsınız? Məstəli şah. Məhsər oxuyuram xanım ki, işimiz avand olsun. Divlər, ifritələr xəbərdar olsunlar ki, nə fikirdəyəm. Bundan sonra Məstəli şah palazı qovzuyub əvvələn bir müdəvvəq cızıq çəkir, deyir. Bu, Paris şəhərinin dairəsi.
Sonra taxta paraları bir-birinə yapışdırıb, onun 2 böyük, kiçik hücrə və otaq şəklində cızığın içində evlər yapıb deyir. Bu da Parijin imarətlərinin və evlərinin şəkli. Sonra üzün Şəhrabanu xanıma çevirib, xanım, buyurursuzmu Pariji kün fəyəkün etdirim, altını üstünə çevirtdirim. Şəhrabanu xanım, bəli, dəxi necə edək? Allah səbəbkara bəla versin. Qurunun oduna yaşlar da yanacaq. Biçarə Parijlilər bizə bir zad etməmişdilər. Bunun babalı olsun onların qızlarının, gəlinlərinin boynuna ki, məclislərdə həmişə oğlanlar ilə, kişilər ilə bir yerdə üz açıq oturub, söhbətə və ixtilata məşğul olub, xalqı azdırıb yoldan çıxardırdılar. Baba dərviş, işinə məşğul ol. Məstəli Şah. Xanım, divlərin əl muzdunu, ənamını kərəm edin. Şəhrabanu xanım. Baba dərviş, divlərə ənam nə lazımdır? Məstəli Şah. Pə, xanım, məgər mənim divlərim İran sərbazı idi ki, müftə qulluq edələr? Məgər mən vəzir Hacı Mirzə ağası idim ki, onlara heç zad verməyim, ancaq söyəm, qorxudum? Biz bu Əli Şahın qullarıyıq, bütün sirlərinə bələdik. Nə maaş, nə cirə, nə yem istəyirik, Allaha yaxın olmaq üçün nökərik. Şəhrabanu xanım. Baba dərviş, məgər Hacı Mirzə ağası sərbazlara heç zad vermirdimi? Ancaq söyüb qorxudurdu. Məstəli Şah. Xanım, vallah mən Tehranda bir yol öz gözüm ilə gördüm ki, Hacı Mirzə ağası Topxana meydanında Mirvarid topuna baxırdı. Birdən 700 sərbaz onun dövrəsini çevirib başladı məvacib istəməyə. Haman saat Hacı Mirzə ağası əyilib ayağından başmağının bir tayını çıxardıb, əlinə alıb 5000 yaman ilə alıcı quş kimi cumuldu onların üstünə. Sərbazlar kəklik sürüsü kimi onun qabağından dağılıb qaçdılar. Heç birisini tuta bilməyib qayıdıb topun yanına gəldi. Üzün hüzurda duran xanlara tutub xitab elədi. Həzərat, gördünüz? Belə qorxaq qoşun ilə bilmirəm heyratı necə alacam. Yaxşı ki, mən hələ qılınc ilə onların üstünə cummadım. Onda onların qaçmağı bilmirəm, harda dayanacaq idi. Fəəmma bunu yalqız onların qorxaqlığına həml eləmək olmaz. Mənim rüstəmanə şücaətimin vahiməsindən ki, birdən onlara həml elədim, onlar belə ülküb dağıldılar. Sərkərdənin cürətində çox sir var idi. İndi siz xanım, güman eləməyin ki, mən divlərimi quru nağıl ilə bəsləyirəm. Bəlkə mən gərək belə işlərdən ötürü onlara ziyafət edəm, onlara oxşayam, oynadam. Şihab-i Saqib, axan ulduz düşüb onları qıranadək. Şəhrabanu xanım. Necə Şihab-i Saqib onları qıranadək? Baba dərviş, nə deyirsən? Məgər onları sonra Şihab-i Saqib düşüb qıracaq? Məstəli Şah, gülə-gülə. Əcəb fikir edibsiz. Bəs divlər, ifritələr nahaq yerə o qədər bigünah xalqın həlakətinə bais olurlar və gözəl şəhəri nahaq yerə xarab edirlər? Belə günah-ı əzimin cəzasında Allahın qəzəbi onlara yetişməz? Şəhrabanu xanım. Yaxşı, baba dərviş. Çünki belədir, niyə canlarından qorxmurlar? Niyə belə işə ayaq qoyurlar? Məstəli Şah. Əvvələn o səbəbə ki, mən buyururam. İkinci o səbəbə ki, axmaqdılar və təbiətlərinin təqazasıdır. Əgər belə etməsələr, dincələ bilməzlər. Şəyatin olmasaydı, dünyada heç bir yaman əməl olmazdı və bəni Adəmi yaman işləri heç kəs düçar etməzdi. Şəhrabanu xanım. Doğru deyirsən, baba dərviş. Nə qədər gərək divlərə ənam verək? Məstəli Şah. Artıq istəmirəm, nə qədər ki, vədə edibsiz, xanım. 100 bacaqlı. Şəhrabanu xanım. Baba dərviş, çox olmazmı? Məstəli Şah. Xub, 1000 tümənə dəyən şəhəri xarab etdirirsiniz, 100 bacaqlı versəniz çoxdur. Şəhrabanu xanım. Üzün qızına tutub. Şərəflisə xanım, balam. Pul sandıqçasını bura gətir. Şərəflisə xanım tez qalxıb, yükdən pul sandıqçasını alıb anasının qabağına qoyur. Şəhrabanu xanım sandıqçanın ağzını açır. 100 dənə təzə bacaqlı çıxardır, deyir. Balam, Şərəflisə, toy xərcinə dəxi heç pul qalmadı. Şərəflisə xanım. Neynəyə, ana? 1-200 toğlu satarıq, genə pul olar. Şəhrabanu xanım. Doğru deyirsən, balam. Burun qulaq başa sədəqə.
Üzün çevirib, al baba dərviş. Qızılları verir Məstəli Şaha. Dərviş qızılları alır, qoynuna qoyur. Biləklərin çırmayıb xurcundan bir kitab çıxardır. Kitabı açıb vərəqləyir. Bir para naxışlı səhifələrinə baxır, başını qovzuyur. Məstəli Şah. Bəli, Paris şəhəri Əqrəb bürcünün altında vaqe imiş. Əməl tamamdır. Bu bürcün təsirindəndir ki, bu şəhərdən heç vaxt bəla əski olmaz. Sonra qalxır ağa. Əlində bir dəyənək üzün Şəhrəbanu xanıma və qızına tutub, xanımlar, qorxmayın, ürəyinizi bərkidin. Sonra gözlərini çevirir, surətin heybətli edir, bu məntəri oxuyur. Bu parça dərvişlər və cadügərlər tərəfindən oxunur. Mənasını təyin etmək mümkün olmadı. Sağına soluna üfürür, heybətli səs ilə divləri, ifritələri adları ilə çağırır, buyruq verir. Ya Məlixə, ya Səlixə, ya Bəlixə, qaldırın Pariji yerindən, vurun yerə. Bu saatda necə ki, mən bu heykəli vurub ziyur zəbər edirəm. Bir qədər geri çəkilir. Dəyənək ilə cızığa üz qoyub içindəki taxta paralardan yapılmış balaca evlərin və otaqların əşkalını çırpıb darbadağını dağıdır. Sonra bir ləmhə dayanıb üzün Şəhrəbanu xanıma tutur. Xanım, gözünüz aydın olsun, Paris dağıldı. Razı oldunuzmu? Şəhrəbanu xanım. Bəli, baba dərviş, çox razı oldum. Amma gərək Parijin dağılma xəbəri tez Monsieur Jordana çata ki, öz başının ayına qala, Şahbazdan əl çəkə. Amma Parijdən bura bu xəbəri tezliklə bilmirəm kim çatdıracaq. Məstəli Şah, qəhqəhə ilə. Xanım, bir adam ki buradan Pariji göz açıb yuman saatdə bərbad edə, onun xəbərin bir dəqiqədə, bir saatda, bir gündə, 10 günədək bura çatdıra bilməz, nə xəyal edirsiniz? Şəhrəbanu xanım. Doğru deyirsən baba dərviş. Amma nə əcəb olurdu ki, bu xəbər elə bu saatda Monsieur Jordana çataydı, başımızdan olaydı. Bu halda birdən damın bağlanmış qapısı taraq-taraq döyülür. Az qalır qapı sınsın. Monsieur Jordanın səsi istirab halətində qapının dalısından məlum olur. Dərviş Məstəli Şah cəld taxtaparaları döşürüb, tökür xurcuna. Atır çiyninə, girir yükün qabağında asılan pərdənin dalısına, gizlənir. Monsieur Jordan qapını taraq-taraq döyür. Az qalır qapını sındırsın. Çağırır. Monsieur Jordan, Hatəmxan ağa, Şahbaz bəy, qapını açın. Şəhrəbanu xanım Sarəsimə yerindən qalxır. Qorxu ilə gedir qapıya sarı. Qızı Şərəfnisə xanım tir-tir titrəyir. Xanpəri dizinə çırpır, yavaş səsi ilə. Xanpəri, dədəm vay, nənəm vay. Şəhrəbanu xanım qapını açır. Monsieur Jordan, nəfəsi tutula-tutula. Hanı Hatəmxan ağa, hanı Şahbaz bəy? Şəhrəbanu xanım, qorxa-qorxa. İkisi də Şərəfnisənin damında yatırlar. Bugün ilxıya baxmağa getmişdilər, çox yorulmuşdular. Axşamdan yıxılıb yatıblar. Monsieur Jordan, qaim səsi ilə təng nəfəs. Xanım, gərək bu saatda onlar duralar. Mən gedirəm, dayana bilmənəm. Heyf sənə Paris, heyf sənə Tuileries, heyf sənə gözəl paytaxt, gözəl səltənət. Fransa bədbəxt oldu. Dimash Paris, mon Dieu. Şəhrəbanu xanım. Həkim sahib, nə var, nə olub? Monsieur Jordan. Paris dağıldı, Tuileries yıxıldı. Fransa xarab oldu. Dimash Paris, Dimash Tuileries. Şəhrəbanu xanım. Allah sənə şükür, yəni Allah dərdini əsirgə. Monsieur Jordan. Gözəl şəhər, gözəl səltənət. Bir türfə tüleyində viran, kən, ləmyəkün olubdu. Ağıl kəsmir ki, bu necə işdir, bu necə sehirdir. İlahi, bu faciədir. Şəhrəbanu xanım. Bu necə sehirdir? Məgər sehr ilə Paris yıxılıb? Nə deyirsiniz, həkim sahib? Monsieur Jordan. Qaim səsi ilə hövlnak. Əlbəttə sehirdir. Mat qalmalı işdir. Bir türfə tüleyində qəfildən Paris xarab olubdu. Bu sözlərdən Şərəfnisə xanım dəxi qaim başlayır titrəməyə, gözü dərviş gizlənən pərdədə. Xanpəri, xısın-xısın. Dədəm vay, nənəm vay. Bu halda qalmaqaldan Hətəmxan ağa və Şahbaz bəy yatdıqları damdan yuxudan oyanıb, dəstəpaça, köynəkcək, Monsieur Jordanın səsinə yüyürdülər. Monsieur Jordan, onları görən kimi. Ax, gəldiniz, Hətəmxan ağa, Şahbaz bəy. Sizi tarı tez mənə at hazır edin.
Gərək bu saatda gedəm, dayana bilmənəm. Özünüz də atlanın, məni Arazdan keçirdin, qaydın. Hatəmxan ağa heyrətlə. Həkim sahib, nə vaqe olubdu? Belə tələsik getməyə səbəb nədir? Müsyo Jordan qaim səsi ilə. Paris dağılıb, Tülyeri yıxılıb, Fransanın səltənəti pozulub, kral avara düşüb. Bu saatda Təbrizdə oturan İngilis konsulundan sizin divan bəyiniz mənə kağız yetirdi. Konsul bu əhvalatı bildirəndən sonra yazır ki, Londona vacibi kağızlar ilə bu saat çapar gedir. Arazın kənarında mənə müntəzirdir. 12 saata dək gərək mən özümü ora yetirəm. Əgər təxir etsəm, çapar gedər, sonra mən özümü tezliklə yalqız krala çatdıra bilmənəm. Lon Philip İngilisə qaçıbdır. Mon Dieu. Hatəmxan ağa təhəyyür ilə. Həkim sahib, Pariji kim dağıdıb, kim yıxıb? Müsyo Jordan istirapla. Şəyatinlər, əcinnələr, divlər, ifritələr, bədəməllər. Hansını deyim? Aman Hatəmxan ağa, at hazır edin. Dayanmaq mümkün deyil. Dimaş, Paris, Tülyeri. Bu sözlərdən Hatəmxan ağa biraz mütəhəyyir qalır. Amma Şərəfnisə xanım başlayır çox bərk titrəməyə. Şahbaz bəy onun halətini duyur. Təəccüb edib ona sarı üz qoyur. Yavıqlaşıb yavaş gülümsənmiş soruşur. Şahbaz bəy, sən niyə titrirsən ay fəsad? Yoxsa Pariji sən buyurub yıxdırıbsan ki, mən də ora gedə bilməyim? Şərəfnisə xanım, titrəyə-titrəyə nazik səsi ilə gözü dərviş gizlənən pərdədə. Yox, vallah, Quran haqqı. Dayım canına, mənim heç zaddan xəbərim yoxdur. Mənim heç təqsirim yoxdur. Şahbaz bəy, gülümsənmiş. Bax, necə and içir. Necə şirin dili ilə yaxasını qıraq çəkir. Dəxi niyə titrəyirsən? Əgər sən tək pərlər padşahı Pariji yıxdırsan da halaldır. Şəhrabanu xanım, həkim sahib, bizim Şahbazı da aparırsınız? Şahbaz bəy adını eşidib geri çevrilir. Müsyo Jordan, nə söyləyirsiniz xanım? Özüm başımı qoymağa yer tapmıram. Şahbazı hara aparacam? Hatəmxan ağa, amandı tez olun, atlanın. Məni ötürün. Gərək səhərdən Araz qırağına çatım. Tülyeri, mon Dieu. Hatəmxan ağa, Şahbaz, gəl gedək. Görək necə edirik. Bu necə iş oldu? Hər ikisi damdan çıxır, dallarınca Müsyo Jordan, onlardan sonra yavaş gərdəgin dalısından dərviş məstəli şah xurcun çiynində çıxır. Baş aşağı heç məclisdə qalan övrətlərə mütəvəccih olmayıb qaçır. Gözdən itir. Sonra, Şəhrabanu xanım, Xampəri, gördün necə iş oldu? Xampəri, xanım, mən sənə demədim ki, bu dərvişin əlindən heç zad qurtarmaz. Mən hələ ondan qorxuram ki, Parijin yıxılmağının zərbindən özgə şəhərlər də bərbad ola. Naxçıvan, Şərur mahallarının yıxılmağının zərbindən Ağrı dağının bir parçası qopub tökülən kimi necə ki, dərviş deyirdi. Şəhrabanu xanım, bəli, bundan sonra bu təəccüb deyil. Təəccüb odur ki, kişilər həmişə bizə deyirlər, caduya pitiyə inanmayın. Necə inanmamaq olur ki, adam gözü ilə belə işlər görür? Xampəri, xanım, kişilərin əgər ağlı var, niyə biz onları hər qədəmdə min yol aldadırıq, öz bildiyimizi edirik? Şərəfnisə xanım sakit və samit qorxub qurumuş mat qalır. Pərdə salınır, tamam olur.